بسم الله الرحمن الرحيم. طيور حلقت هب النسيم ناعما داعب ثغرا باسما. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. أصلي وأسلم على سيد المرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Bugünkü tarixdən, bugünkü gündən etibarən Böyük Əhl-i Sünnət imamı Muhammed bin İsmail bin Əmir Əs-Sənəani, bu imamın tövhidlə bağlı və müasir quburiliklə bağlı yazdığı kitabının şərhini başlayırıq. Demək, bugün 22-si 12-ci ay 2023-cü il. Bu kitabın mövzusu əslində son 15 il ərzində etdiyimiz dəvətin mövzularıdır, lakin kitab şəklində. Bu, keçmiş bütün illərdə etdiyimiz dəvətdə, danışdığımız mövzularda ən çox üzərində dayandığımız mövzular, məsələlər tövhid, şirk, quburulik, müşriklərdən bəraət etmək və bu əsil məsələlərin ətrafında müasir murciə məzhəbinin gətirdiyi şübhələr və o şübhələrin cavabları, müasir quburulik, qəbripərəstlik, qəbirlərlə istiğasa etmək, bunun şirk olması və tövhidin həqiqəti, Quranın, sünnətin, Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinin bu müasir quburuliklə münasibəti, kitab və sünnətin buna verdiyi hökm. Bu son 10 ildən artıq dönəmdə etdiyimiz dəvət, ən çox etdiyimiz dərslər bu mövzularda olub. Bu kitab da elə bu mövzunu əhatə edir, lakin istəyirik kitab şəklində dərs edək. İslama yeni gələnlər, əgər bu etiqadı, bu tövhidi, bu dəvəti təfərrüatı ilə öyrənmək istəyirlərsə, onlar üçün bir vəsilə olar. Allah Azza və Cəllənin dinini bu vəsilə ilə öyrənənlər. Köhnədən olan müsəlmanlar üçün bir yeni təkrar olar və həmçinin müşriklər üçün bir dəvət vəsiləsi olar. Həqiqi tövhidlə tanış olmaq istəyən insan dinləyər, silsiləri anlayar ki, bizim mövqeyimiz, yəni Əhl-i Sünnətin mövqeyi bu müasir quburuliklə bağlı və bunun ətrafında gətirilən şübhələrlə bağlı nədən ibarətdir? Kitabın adı belədir: Təthhirul İtiqad ən Ədranil İlhəd. Tərcüməsi Azərbaycan dilində təxminən belə səslənir: küfür, ilhəd küfür mənasındadır. Etiqadın, inancın, yəni müsəlmanın inancının, etiqadının, əqidəsinin küfür çirkabından təmizlənməsi. Etiqadın küfür çirkindən təmizlənməsi. Təthhirul İtiqad ən Ədranil İlhəd. Müəllif Muhammed ibn İsmail ibn Əmir Əs-Sənəani Yəməndə yaşayıb. Yəmənin böyük alimlərindəndir və son əsrlərin çox nadir olan müctəhidlərindəndir. Təxminən Nəcd uləması ilə eyni zamanda yaşayıb, Muhammed ibn Abdülvahabla eyni dövrdə yaşayıb və Muhammed ibn Abdülvahabın dəvətini təsdiqləyən, doğru olduğunu deyən imamlardan olub. İmam Şövkani rahiməhullah Bədru Tali kitabında bu şeyxin tərcüməyi halını verir, yəni bu imamın tərcüməyi halını bildirir. Bədru Tali kitabında buyurur ki, həmən bu müəllif Muhammed ibn İsmail Əs-Sənəani barəsində Huva, yəni o, imam Muhammed ibn İsmail bin Salah bin Muhammed bin Ali bin Hıfzuddin bin Şərəfuddin bin Salah bin Əl-Həsən bin Əl-Mehdi bin Muhammed bin İdris bin Ali bin Muhammed bin Əhməd bin Yahya ibn Həmzə bin Süleyman bin Həmzə bin Əl-Həsən bin Abdurrahman bin Yahya bin Abdullah ibn Al-Huseyn ibn Al-Qasim ibn İbrahim ibn İsmail ibn Al-Həsən ibn Al-Həsən bin Ali bin Əbi Talib. Bu imamın şəcərəsidir. Atalarının, babalarının adıdır və kimdə nəhayət tapır?
Həsən bin Ali bin Əbu Talib radiyallahu anhuma. Peyğəmbər sallallahu aleyhi ve sellemin nəslindəndir. Allah Resulü aleyhissalatu vesselamın nəvəsi Həsənin törəməsidir. Yəni bu imam Əhl-i Beytdəndir. Sonra buyurur ki, Əl-Kəhləni. Kəhləni, Kəhlən Yəməndə bir yerdir, bir bölgədir. Yəni əslən Kəhləndəndir. Sümmə Sənəani. Sonra isə Sənəani. Sənəa Yəmənin paytaxtıdır. Sonra isə öz uşaq vaxtında tərcümə halında bildirilir ki, atası ilə birlikdə Sənəaya intiqal edib, köçüb Sənəada yaşayıb. Əl-Ma'ruf bi İbn-i Əmir. Əl-Ma'ruf bil-Əmir. Əmir rəqəb olub. Yəni insanlar əmir kimi çağırıblar bu imamı. Əl-İmamul Kəbir, Əl-Muctahidul Mutlaq. Böyük imam və Muctahidul Mutlaq. Mütləq müctəhid. Yəni şəriətin bütün elmlərində ictihad səviyyəsində olmuş imam, məzhəbi olmayıb. Yəni özü ictihad əhli olan, mütləq ictihad əhli olan bir imam olub. Sahibu təsanif, çoxlu təsanif sahibi, yəni çoxlu kitab sahibi, təxminən 100 və yaxud da 100-dən artıq kitab yazıb. Vulidə leylətəl cümə nüsfü cəmadil əxir. Deməli, cəmadil əxir ayının ortasının gecəsində dünyaya göz açıb. Yəni dünyaya gəlib. Milad təqvimi ilə 1687-ci ildə dünyaya gəlib, 1768-ci ildə vəfat edib. Təxminən 320-330 il bundan öncə. Bu imamın tərcüməyi halıdır qısa olaraq ki, kitabın şərhini dinləyən insan bilsin ki, müəllif kimdir? Kitabın müəllifi kimdir? Təthhirul İtiqad Ənil Ədranil İlhad. Kitabın adı, yenə deyirəm, etiqadın küfür çirkabından təmizlənməsi. Yəni, hər İslam müntəsibində, hər İslam müntəsibi qövmündə etiqad var, lakin etiqad qarışıqdır. Bütün İslam coğrafiyasında yaşayan, İslam müntəsibi olan qövmlər, qəbilələr, əşirətlər, tayfalar hamısından soruşdan deyirlər, Allaha inanırıq, Muhammed sallallahu aleyhi ve sellemə inanırıq, Quran-ı Kərimin son və haqq kitab olduğuna inanırıq, namaz qılırlar, oruç tuturlar. Lakin inanclarını təftiş etsən, baxsan kənardan, müşahidə etsən, görəcəksən ki, etiqadları küfürlərlə doludur. Kitabın da mövzusu budur, adından görsənir ki, etiqadın küfür çirkabından təmizlənməsi. Musannif rahiməhullah kitaba müqəddimə edir, giriş edir. Bismillahirrahmanirrahim və huvəl müstəan. Rəhman və Rəhim olan Allahın adı ilə və huvəl müstəan. Kömək istənilən odur. Və huvəl müstəan. İyyəkə nə'budu və iyyəkə nəstəin. Fatihədə dediyimiz kimi, yalnız sənə ibadət edirik, yalnız səndən kömək istəyirik. Ərəb dilində həmən feildir, istifadə edilən. Və huvəl müstəan, kömək istənilən odur. Elhamdülillahiləzi la yəqbəli təvhid rububiyyətihi minəl ibad həttə yufriduhu bi təvhidil ibadə. Kullul ifrat. Min ittixadil əndad fələ yəttəxidunə ləhu niddən və la yəd'unə mə'allahi əhədən. ولا يتكلون إلا عليه ولا يفزعون في كل حال إلا إليه ولا يدعونه بغير أسماء الحسنى ولا يتوسلون إليه بالشفعاء من ذا الذي يشفع عنده إلا بإذنه وأشهد أن لا إله إلا الله وحده لا شريك له ربا معبودا وأشهد أن محمدا عبده ورسوله الذي أمره أن يقول قل لا أملك لنفسي نفعا ولا ضرا إلا ما شاء الله وكفى بالله شهيدا صلى الله عليه وعلى آله التابعين له في السلامة من العيوب وتطهير القلوب عن اعتقاد كل شيء يشوب وبعد. Kitabın girişində bu zikirdən sonra buyurur ki, İmam, فَهَذَا تَطْهِيرُ الْاِعْتِقَادِ. Bu, yəni kitab. Təthhirul İtiqad an ədranil ilhad. Etiqadın, əqidənin, inancın küfür çirkindən, çirkabından təmizlənməsi. Vəcəbə aleyyə tə'lifuhu. Bunu təlif etmək, yəni kitabı yazmaq, mənə vacib olmuşdur. Və təəyyənə aleyyə tərsifuhu. Mövzuları burada bir araya gətirib, möhkəm şəkildə birləşdirib, izah etmək
mənim üzərimə vacib olmuşdur. Lima ra'aytuhu və alimtuhu yaqinan min umum ittikhadil ibadil andad fil amsar vel qura və cəmi'il bilad min el-Yemen və Şam və Najd və Tihamata və cəmi' diyaril İslam. Nə üçün mənə vacib olmuşdur? Deyir ki, o səbəbdən bu kitabı təlif etmək, yazmaq, bir araya gətirmək mənə vacib olmuşdur ki, mən müşahidə edib və yəqin bildikdən sonra ki, insanların ümumi şəkildə bütün bəldələrdə, bütün Mısırlarda, bütün kəndlərdə, bütün bölgələrdə, Yəmən, Şam, Nəcd, Tihama və bütün İslam bəldəsində, bütün İslam coğrafiyasında quburiliyi din etməkləri. Yəni bunu müşahidə edib, bütün İslam coğrafiyasında gördükdə ki, quburilik din edilib, o zaman yəqin bildim ki, bu kitabı yazmaq mənə vacibdir. Və huvəl-i'tiqadı fil-qubur və fil-əhyəi mimmən yəddəə ilm bil-müğayyəbət vəl-mükaşəfət. Quburiliyi gördükdən sonra, insanların etiqadının quburilik olduğunu gördükdən sonra, həmçinin dirilər barəsində, hansı ki o dirilər qeybi iddia edirlər və qeybi iddia etməklə bərabər insanlarda olan problemləri həll etməyi iddia edirlər. Yəni sehirbazlar, kahinlər, falçılar bir qəbirlərə ibadət edilməsini gördükdə, bir də qeybi iddia edənə, dirilərə, insanların inanmasını gördükdən sonra bu kitabı yazmaq mənə vacib oldu. Və huvə min əhlil fucur la yahtur lil muslimin məscidən və la yura lillahi raki'an və la sacidən və la ya'rifu sünnətə və ləl kitab və la yəhabul bə'sə və ləl hisab. Həmən o kahinlər, hansı ki insanlar onlara inanırlar, onların da özünün halına baxdıqda görürsən ki, həmən kəsin özü fucur əhlindəndir. Yəni fısq əhlindəndir. Heç vaxt görmərsən ki, müsəlmanlarla birlikdə məsciddə namaz qılsın, Allaha rüku etsin, nə sünnəti, nə kitabı bilməyən, diriliş, bəhs günündən qorxmayan və hesabdan qorxmayan kəslər. Yəni, insanların inandığı kahinləri bu şəkildə vəsf edir. فَوَجَبَ عَلَيَّ أَنْ أُنْكِرَ مَا أَوْجَبَ اللّٰهُ إِنْكَارَهُ. Və bundan sonra Allahın mənə vacib etdiyini bu işdə inkar etmək qərarına gəldim ki, bunu yəni inkar edim insanlara. وَلَا أَكُونَ مِنَ الَّذِينَ يَكْتُمُونَ مَا أَوْجَبَ اللّٰهُ إِزْهَارَهُ. Və onun üçün bunu etdim ki, Allahın haqqı izhar etməsini əmr etdiyi halda onu gizlədənlərdən olmayayım. Yəni elmi kitmən edənlərdən, haqqı gizlədənlərdən olmayayım. Yəni burada müəllif İmam Sənəani rahiməhullah bu kitabı yazmaqdan məqsədini deyir. Yəni baxdım İslam coğrafiyasına, İslam aləminə, hətta adlar da verir. Şam, Nəcd, Yəmən, Tuhamə və bütün İslam diyarına baxıb gördükdə ki, bu insanlar həm qəbirlərə inanırlar, ibadət edirlər, həm də dirilərdən olan kahinlərə inanırlar, onların xəbərlərini qeyblə bağlı təsdiq edirlər. Bu iki dənə küfrü insanlarda, bütün İslam coğrafiyasında gördükdən sonra bu kitabı yazmağı özümə vacib bildim ki, haqqı gizlədənlərdən olmayayım. Başda məqsədini bildirir kitabın müəllifi. Və sonra buyurur ki, فَعْلَمْ أَنَّ هَا هُنَا أُصُولًا هِيَ مِنْ قَوَاعِدِ الدِّينِ وَمِنْ أَحَمِّ مَا تَجِبْ مَعْرِفَتُهُ عَلَى الْمُوَحِّدِينَ. Deyir ki, bil ki, bəzi əsillər var. Yəni, əsil nədir? Möhkəm, dəyişməz, zamana, məkana görə dəyişikliyə məruz qalmayan, dinin əsilləri, usulları, qaydaları, yəni sütunları. Bu dində belə usullar, sütunlar, qaydalar var ki, bunu bilmək, bunun əhəmiyyəti hər bir müvahidə vacibdir. Yəni, bunu bilməlidir. Bu usulları öyrədərək müəllifin məqsədi insanları, oxucunu həmən o dediyi o iki dənə küfürdən uzaqlaşdırmaqdır. Nə ilə? Bu usulu bilsən, bu usulları bilsən, təsdiq etsən, bu usullarda yəqin olsan, demək ki, sən küfürdən, şirkdən nə olacaqsan? Uzaq olacaqsan. Və bu kitabın içərisində də bu usullar, yəni bu əsillər zikr etdiyi əsillərin sayı 5-dir. Bəziləri qısa, bəzilərinin içərisində bəzi məsələlərə toxunaraq kitabı sonuna qədər bu şəkildə davam edir. Yəni, insanın qarşısına 5 dənə usul qoyur ki, buna inan,
Buna inanmaqla nə olacaqsan? Kitabın adı nə idi? İnsanın etiqadın küfür çirkabından təmizlənməsi. Bu 5 şeyi öyrənməklə, 5 əsli, sütunu, rukunu öyrənməklə etiqadını küfürdən, şirkdən təmizləmiş olacaqsan və anlamış olacaqsan. Həm elm üzrə, həm də bəsirət üzrə. Əl-əslul əvvəl, birinci əsl, birinci rukun. Hər bir müsəlman buna inanır. Yəni bu əslə inanmadan insan müsəlman ola bilməz. Əl-əslul əvvəl, birinci əsl. Ənəhu qad ulimə min dərurəti din. Deyir ki, dindən zərurət olaraq bilinmişdir ki, yəni İslam dinindən, kitabdan, sünnətdən, zərurət olaraq bilinmişdir ki, ənə kullə mə fil Qur'an fəhuvə haqqun. Quranda nə varsa hamısı haqdır. Lə bətilun. Heç bir batil yoxdur. Və sıdqun lə kəzibun. Hamısı sıdqdır, haqdır, doğruluqdur, yalan yoxdur. Və hudan lə dalalə. Hidayətdir. Yəni Quranda nə varsa hamısı hidayətdir, orada zəlalət yoxdur. Və ilmun lə cəhələtun. Quranda nə varsa onun hamısı elmdir, Quranda cəhalət yoxdur. Və yəqinun lə şəkkə fihi. Quranda nə varsa hər bir şey yəqinlikdir, orada heç bir şək yoxdur. Fəhəzə aslun. Aslu lə yetimmu islamu əhədin və lə imanuhu illə bil iqrar bihəzəl asl. Və bu elə bir əsildir ki, heç bir kəsin nə İslamı, nə imanı bu əsli təsdiq etmədən olmur. Yəni, insan bu əslə inanmasa, həmən kəsin imanı da, İslamı da yoxdur. Və həzə əmrun və bu iş mucməun aleyhi lə xilafə fihi. Üzərində icma edilmiş bir işdir, əsildir, rukundur ki, bunda heç bir ixtilaf yoxdur. Nə idi birinci əsil? Quranda nə varsa hamısı haqdır, Quranda batil yoxdur. Quranda nə varsa hamısı doğrudur, yalan yoxdur. Quranda Allahın kitabında nə varsa hamısı elmdir, cahillik deyildir. Quranda nə varsa hamısı yəqinlikdir, şək yoxdur. Və insan buna, bu əslə inanmasa, bunu iqrar etməsə, təsdiq etməsə, həmən adamın nə İslamı var zahirdə, nə də imanı var batində. Bu birinci əsildir. Yəni belə inanmalısın. Elə bir ki, bir kəsi qoymuşsan qarşıva, bir müşriki misal üçün. Tövhidi öyrətmək istəyirsən, birinci buradan başlayırsan ki, Allahın kəlamına, Allahın vəhyinə bu şəkildə inanırsan, buna insan bu əslə inanmayandan sonra başqa bir şey keçib ona isə anlatmağa artıq ehtiyac qalmır. Hər bir müsəlman buna inanır. Buna inanmadan insan müsəlman olmur. Və bu üzərində icma edilmiş bir məsələdir, bunda ixtilaf yoxdur. Bu əsildir. Həmən bu kitabda öyrədilən 5 əslin birincisidir. Allah Azza və Cəllənin kitabı qiyamətə qədər insanların üzərində həm əleyhlərində, həm də leyhlərində hüccətdir. Və haqqın, hidayətin ən qorunan, dəyişməyən bir nə idi? Mənbəyidir. Və Allah Azza və Cəllə onu qoruyacağına qiyamətə qədər vəd etmişdir. İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhəfizun. Hicr surəsində Allah Azza və Cəllə buyurur ki, zikri, yəni Quran-ı Kərimi biz nazil etdik və biz onu mühafizə edəcəyik. Heç kim onu təhrif edə bilməz. Heç kim onu dəyişdirə bilməz, nə azalda bilər, nə də artıra bilər və heç bir yöndən ona batil qarışa bilməz. Allah Subhanahu və Teala Fussilat surəsinin 42-ci ayətində buyurur ki, Lə yə'tihi əl-bətilu min beyni yədeyhi və lə min xalfihi tənzilun min həkimin hamid. Batil ona, yəni Quran-ı Kərimə nə öndən gələ bilər, nə arxadan gələ bilər və o, yəni Quran-ı Kərim, həkim və hamid olan tərəfindən nazil edilmişdir. Bir müsəlmanın inancının əsillərindəndir ki, bir müsəlman belə inanır. Allah Azza və Cəllənin kitabı barəsində hər bir müsəlmanın inancı budur. Bunsuz insan müsəlman olmur və bu kitabda Muhammed ibn İsmail Sənəani küfürdən, şirkdən uzaqlaşmağın, təmizlənmənin
yolunu öyrətdikdə 5 əslin birincisi kimi bu əsli zikr edir. Bu kitabın birinci, Əl-Əslül Əvvəl, birinci əsildir. Hər bir müsəlman buna inanmalıdır. Bunsuz insan müsəlman olmur. Əl-Əslü Səni, ikinci əsil. 5 əslin ikincisi. Ənə rusuləllahi və ənbiyəuhu min əvvəlihim ilə əxirihim bu'isu li du'a'il ibad ilə təvhid bi təvhidil ibadə. Bütün Allahın rəsulları və Allahın bütün nəbiləri birincisindən sonuncusuna qədər, Adəmdən Muhammed aleyhissalatu vesselam birincisindən sonuncusuna qədər bu'isu li du'a'il ibad ilə təvhidillah bi təvhidil ibadə. Hamısı insanları Allahın tövhidinə, ibadət tövhidinə dəvət etmək üçün göndərilib. Bu kitabın ikinci əslinin mövzusudur. Yəni Allah Təbaraka və Teala nə qədər rəsul göndəribsə, nə qədər nəbi göndəribsə, Adəmdən Muhammedə qədər hamısı buna dəvətlə göndərilib. Nəyə dəvətlə? İbadət tövhidi ilə. Allahı ibadətdə birləmək məqsədi ilə və bunu insanlara bəyan etmək, öyrətmək məqsədi ilə göndərilib. Və kullu rasulin əvvəli mə yəqra'u bihi əsmə'ə qavmihi qavluhu ya qavmi u'budullaha mə ləkum min ilahin qayruhu. Bütün rəsullar ən birinci qövmünün qulağına möhkəm səslə dediyi şey nə olub? Allah Azza və Cəllə ayətlərdə bunu təkrar bütün peyğəmbərlərin adı ilə deyir. Ey qövmüm, u'budullaha, Allaha ibadət edin, mə ləkum min ilahin qayruhu, ondan başqa ilahınız yoxdur. Yəni, haqq olan ilah Allahdır, Allahdan başqa ilahlar hamısı batildir. Lə iləhə illallah. Bütün rəsullar, bütün nəbilər, göndərildikləri müşrik qövmlərinin üzərinə çığıraraq dediyi, qulağına qışqıraraq dediyi, əvvəlimə yəqra'u qışqıraraq deməkdir. Bihi əsmə'ə qavmihi, qövmünün qulağına. Nə olub? Ey qövmüm, tək olan Allaha ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Ərəf surəsi 59-cu ayət. Əllə tə'budu illallah. Allah Azza və Cəllə Hud surəsində buyurur ki, Allahdan başqasına ibadət etməyin. Nuh surəsində Allah Subhanahu və Teala buyurur ki, Əni'budullaha vəttəquhu və əti'un. Allaha ibadət edin, ondan qorxun və ona itaət edin. Və həzəl-ləzi tətədəmmənuhu qovlu la iləhə illallah. İmam Sələni buyurur ki, bu ayətlər la iləhə illallahın mənasını daşıyır. Bütün rəsullar, bütün nəbilər qövmlərinə bunu deyiblər, hamısı. Birincidən sonuncusuna qədər. فإنما دعت الرسل أممها إلى قول هذه الكلمة واعتقاد معناها لا مجرد قولها بالlisan. Bütün rəsullar öz ümmətlərinə bu kəlmənin mənasına etiqad etməyə göndərilib, sadəcə söz kimi deməyə göndərilməyiblər. Bu kəlmənin, tövhid kəlməsinin mənası var. Bütün rəsullar birincisindən sonuncusuna qədər öz qövmlərinə göndəriliblər ki, bu kəlmənin mənasına inansınlar, etiqad etsinlər və əməl etsinlər. Sadəcə söz kimi desinlər, yox. Və mənəhə, bunun mənası isə, yəni tövhid kəlməsinin, la iləhə illallah kəlməsinin mənasına gəldikdə, huvə ifradullahi bil iləhiyyə vəl ibadə. Allahı İluhiyyətdə və ibadətdə təfrid etmək, birləməkdir. La iləhə illallahın mənası. وَالنَّفْيُ لِمَا يُعْبَدُ مِنْ دُونِ اللّٰهِ. Allahdan başqasına edilən ibadəti nəf etmək, inkar etmək, küfr etməkdir mənası. وَالْبَرَاءَةُ مِنْهُ və ondan bəraət etmək, yəni həmən şirkdən, Allahdan başqasına edilən ibadətdən bəraət etməkdir. La iləhə illallahın mənası budur. Peyğəmbərlər qövmlərinə dedikləri la iləhə illallah, onlardan tələb etdikləri, onları dəvət etdikləri la iləhə illallahın mənası budur. Və hədəl asl, və bu əsl, ikinci əsl. La miryətə fiyhə. Heç bir şübhə yoxdur bunda. Heç bir ağıl sahibi, zərrə ağlı olan insan, Quran-ı Kərimi oxuyan, bu ayətləri oxuyan,
şübhə edə bilməz buna ki, rəsullar, nəbilər missiyası budur. Göndərilişdəki məqsədi budur. Tək Allaha ibadət edilsin, şirk tərk edilsin. Bütün rəsullar hamısı buna dəvət edib. Və hədəl əsl lə miryətə fiyhə. Bu əsildə heç bir şübhə yoxdur. Tətədəmmənuhu və lə şəkkə fihi. Bunun daşıdığı bu məna ki var, açıqlayır. La ilahe illallahın mənası. Bunda da heç bir şübhə yoxdur. Və lə şəkkə fihi. Heç bir şək yoxdur bunda. Və fi ənəhu la yetimmu imanu əhəd həttə ya'ləməhu və yuhaqqiqəhu. Həmsinin heç bir şübhə yoxdur ki, heç bir kəsin imanı, İslamı səhih olmur. Bunu anlasın, yəni bu mənanı, la ilahe illallahın mənasını anlasın, bir. İkinci, təhqiq etsin, həyata keçirsin. Müzərrəd alım anlamaq özü də İslam üçün kifayət deyil. Əbu Cəhil də la ilahe illallahın mənasını anlayırdı, ancaq təhqiq etmədi, əməl etmədi. Demək ki, bütün rəsulların, nəbilərin dəvəti bax bu tövhid üzərədir ki, mənasını ayətlər açıqlayır və bunda heç bir şək şübhə yoxdur. Və heç bir kəs də bu tövhidin, la ilahe illallahın müəllifin açıqladığı mənanı, yəni la ilahe illallahın mənasını birinci bilmək elm üzrə, iki təhqiq, yəni həyata keçirmək. Bu iki şeysiz heç bir kəs müsəlman ola bilməz. Bu da ikinci əsildir. Yəni Quran bunu öyrədir. Birinci əsildə öyrətdi ki, kitab nədir? Haqdır. Elmdir, cəhalət deyil. Yəqinlikdir, şək deyil. Hidayətdir, azğınlıq deyil. Sıdqdır, doğruluqdur, kəzb, yalan deyil. Buna inanmamış insan müsəlman olmur. İkinci əsil. Quran oxunduqda rəsulların göndərilişləri ilə bağlı ayətlər oxunduqda, rəsullar, nəbilər, ümmətlərinə nə deyiblər anlandıqda tövhid ortaya çıxır. Tövhid kəlməsinin mənası açıqlandıqda bilinir ki, insan bu ikinci əslə iman etməsə müsəlman olmur. Əl-aslu səlis, üçüncü əsil. Ənə təvhidə qismən. Tövhid iki qismdir. Əl-qismül əvvəl, birinci qism tövhid. Təvhid-ül rububiyyə, rububiyyə tövhidi, yəni rəblik tövhidi. Vəl-xaliqiyyə, xaliqiyyə tövhidi, yəni Allahı xəlq etməkdə birləmək. Yaradan, xəlq edən yalnız Allahdır. İkinci xaliq yoxdur. Vəl-razıqiyyə, razıqiyyə tövhidi, rızq tövhidi. Razzaq Allahdır. İkinci rızq verən yoxdur. Və nəhvihə və buna bənzər mövzular. Buna bənzər mövzular nə ola bilər? Öldürən, dirildən yalnız Allahdır. Şəfa verən yalnız Allahdır. Yağış yağdıran yalnız Allahdır. Və s. və ilaxır. Allahın əməlləridir, Allahın feilləridir. Allahın feillərində Allaha birləmək, buna inanmaq rububiyyət tövhididir. Əgər bunda hər hansı birində insan inanırsa ki, Allahdan başqa da xəlq edən var, Allahdan başqa öldürən var, Allahdan başqa rızq verən var, bu insan Allahın rububiyyətində Allaha şərik qoşan müşrikdir. Və mənahu ənəllaha vahdahu huvəl xaliq lil-aləm. Rububiyyət tövhidinin mənası odur ki, Allah tək olaraq aləmin xaliqidir. Və huvər Rabb ləhum. Bütün aləmin içində olanların hamısının Rəbbidir. Və raziqu ləhum. Hamısının raziqidir. Yəni rızq verənidir. Və həzə lə yunkəril müşrikun və lə yəcəlunə lilləhi fi şərikən. Və bu tövhid. Xaliqiyyə, raziqiyyə tövhidi, xaliqiyyə tövhidi. Müşriklər bunu inkar etmirdilər. Və bunda Allaha şərik qoşmurdular. Onlar da buna inanırdılar. Peyğəmbər sallallahu əleyhi və səlləmin göndərildiyi Məkkə, Qureyş müşrikləri bu tövhidə inanırdılar. Tövhidin bu hissəsində muvahhid idilər. Bəl hum muqirrun bihi kəmə səyati fil aslir rabi. Deyir ki, əksinə onlar bunu iqrar edirdilər. Bu 4-cü əsildə gələcəkdir. Əl-qismu səni. Tövhidin iki qismi var idi. Birinci rububiyyət tövhidi,
İkinci qism tevhidul ibadə. İbadət tövhidi. Və mə'nahu ifradullahi vahdahu bi cəmi ənva'l ibadət əl-əti bəyanuhə. Bunun da mənası, ibadət tövhidinin mənası, ibadətin bütün növlərində Allah Azza və Cəlləni birləməkdir. Rızq vermək, öldürmək, diriltmək, xəlq etmək, bunlar Allahın feilidir. Ancaq ibadət məxluqun feilidir. Məxluq öz feilində, ibadətində Allaha birləmək. Buna ibadət tövhidi deyilir. فَهَذَا هُوَ الَّذِي جَعَلُوا لِلَّهِ فِيهِ شُرَكَاءَ. Bax, bu idi ki, onlar, yəni müşriklər, bu tövhiddə Allaha şərik qoşurdular. Yəni, öz ibadətlərində Allahla bərabər başqalarına ibadət edirdilər. وَلَفْظُ الشَّرِيكِ يُشْعُرُ بِالْإِقْرَارِ بِاللّٰهِ تَعَالَى. Deyir ki, şərik sözünün özü elə bildirir ki, bir insan əgər Allaha şərik qoşursa, deməli Allaha inanır. Çünki Allaha inanmayan Allaha şərik qoşmaz ki. Ümumiyyətlə, bir insana deyildikdə ki, müşrik, bu o demək ki, Allaha inanır. Niyə? Çünki müşrik hansı əməl işləyir? Allaha şərik qoşur. Deməli, Allaha inanır ki, şərik qoşur da. Ümumiyyətlə, şirk dedikdə, birisi şirk edir. Və yaxud da birisinə müşrik dedikdə, bu o demək ki, Allaha inanır. Niyə? Çünki inanır ki, şərik qoşur da. İnanır ki, şərik qoşur. Allahın varlığına inanır, lakin şərik qoşur. فَالرُّسُلُ عَلَيْهِمُ السَّلَامِ بُعِثُوا لِتَقْرِيرِ الْأَوَّلِ وَدُعَاءِ الْمُشْرِكِينَ إِلَى الثَّانِي. Gözəl cümlədir. Deyir ki, Rəsullar aleyhimussələm, Rəsullar, Allahın göndərdiyi elçilər, ona görə göndərildilər ki, birincini təsdiq etsinlər, rübubiyyət tövhidini, müşrikləri ikinciyə dəvət eləsinlər. Yəni, birincini təsdiq etsinlər qarşılarında ki, bax, buna inanırsınız, onlar deyirlər, bəli, inanırıq. Sonra birinci tövhidə inanandan sonra ikinciyə dəvət eləsinlər. Misli qavlihim fi xitabil müşrikin. Bunun dəlili Rəsulların öz qövmlərinə bu xitabıdır. Allah Təbaraka və Teala İbrahim surəsində deyir ki, Rəsullar öz müşrik qövmlərinə deyirlər, əfilləhi şək, Allah şək mi var? Əfilləhi şək, yəni inanırsınız da rububiyyətə. Yəni inanırlar deyə Rəsullar müşriklərə deyir ki, əfilləhi şəkkun, Allaha şəkkiniz mi var? Yəni yoxdur, inanırlar ona görə. Əfilləhi şək, bunu təsdiq etdirirlər ki, ardınca desinlər ki, Allaha ibadət edin, başqasını eləməyin. Başqa bir ayətdə Allah Azza və Cəllə deyir ki, həl min xaliqin qeyrullah. Rəsullar qövmlərə deyirlər ki, Allahdan başqa xaliq mi var? Sual şəklində, istifham deyirlər. Yəni, sual verirlər. Niyə? Çünki Rəsullar bilir də, müşrik qövmlər Allahın xaliq olduğunu təsdiq edirlər və başqa xaliqə də inanmırlar. Və nəhihim ən şirkil ibadə. Və bunu təsdiq etməklə, müşriklərin rububiyyət tövhidini onlara sual verib təsdiq etdirməklə bərabər də onlara ibadətdə şirki nəhy edirlər. Və lihəzə qalə Teala, və bunun üçün də Allah Subhanahu və Teala demişdir ki, və ləqəd bəəsnə fi kulli ümmətin rəsulən əni ibudullaha və çtənibud tağut. Nəhl surəsi. Biz hər ümmətə rəsul göndərdik ki, Allaha ibadət edin, tağuta ibadətdən çəkinin. Allah Azza və Cəllə rəsulları göndərməyib ki, gedin insanları tək Allahın xaliq olduğuna dəvət edin. Yox, nəyə dəvət ediblər rəsullar hamısı? Tövhidin ikinci qisminə, ibadət tövhidinə. Niyə? Çünki göndərildikləri qövmlərin tövhidin birinci qismində müşrikliyi yox idi. Ey qailinə li umamihim ən ibudullah. Yəni, öz ümmətlərinə deyirdilər ki, tək Allaha ibadət edin. Yəni, şərik qoşmayın. Fəəfədə bi qavlihi fi kulli ümmətin ənə cəmi'əl umam ləm tursal iləyhim rusul və ləm tub'as İllə li tələb-i təvfidil ibadə. Və deyir ki, burada fayda ondan ibarətdir ki, Allah deyir ayətdə, fi kulli ümmətin, hər ümmətə göndərdim. Bütün ümmətlər, onlara göndərilən rəsulların hamısı ibadət tövhidini onlardan tələb məqsədi ilə göndərilib.
La li ta'rifi bi ennallahu vel xaliq lil aləm. Rəsullar göndərilməyib ki, getsinlər qövmlərə aləmin xaliqi Allah olduğunu bəyan etsinlər. Bu məqsədlə göndərilməyiblər. Və ənəhu rabbus səmavati vel ard fə innəhum mugirrun bihəzə. Rəsullar insanların Allahın Rəbb olduğunu iqrar etmək üçün göndərilməyib. Niyə? Çünki onlar buna inanırdılar, bunu təsdiq edirdilər. Yəni müşriklər. Və lihəzə ləm tərid əl-əyət fihi. Bu səbəbdən də bu barədə Quran-ı Kərimdə ayət yoxdur. Rəsullar qövmlərini Allahın xaliq olduğunu və Allahın aləmin Rəbbi olduğunu insanlara dəvət etməklə bağlı Quran-ı Kərimdə ayətlər yoxdur. Quran-ı Kərimdə Rəsulların etdiyi dəvətlər barəsində olan ayətlərin hamısı nəyə göstərir? Rəsullar ibadətə dəvət ediblər. Allaha ibadətdə şirki tərk etməyə dəvət ediblər. Allahın Rəbb olduğunu təsdiq etməyə dəvət etməyiblər. وَلِهَذَا لَمْ تَرِدْ الْآيَاتُ فِيهِ. Bu barədə ayətlər varid olmamışdır. Fil qalib illə bisiğətil istifham ət-təqrir nəhvə və həl min xaliqin qeyrullah. Yalnız rübubiyyət tövhidinin Rəsulların dilində insanlara bəyan edilməsi ilə bağlı olan ayətlərin hamısında yalnız sual şəklində varid olub. Və həl min xaliqin qeyrullah. Allahdan başqa xaliq mi var? Yəni öyrətmirlər, sual verirlər. Sualı kimə verirlər? Ona inanana verirlər. Əfəmən yaxluq kəmən lə yaxluq. Allah Azza və Cəllə deyir Nəhl surəsində, xəlq edənlə xəlq etməyən eynidirmi? Rəsullar deyib bunu. Bunu kimə deyirlər? Müşrik qövmə. Xəlq edənlə, yəni Allahla, xəlq etməyən, yəni ibadət etdikləri eynidirmi? Sual verirlər. Niyə? Çünki sual verdiyi kətlər bunu təsdiq edirlər. Və yaxud da əfilləhi şək. Allaha şək mi var? Fətirü səməvati vəl ard. Səmaların və yerin yaradıcısı. Əqeyrallahi ətəxizu vəliyyən fətirü səməvati vəl ard. Allahdan başqa özümə ilah edərəm. O, səmaların və yerin yaradıcısıdır. İstifham, sual şəklində. Əqeyrallahi. Edərəmmi Allahdan başqasını özüm üçün ilah? Başqa bir ayətdə Allah Azza və Cəllə buyurur ki, Fəəruni məzə xaləqəl-ləzinə min dunihi. Mənə görsədin Allahdan başqaları nə xəlq edib? Əruni məzə xaləqu minəl-ardi. Mənə görsədin onlar yerdən nə xəlq ediblər? İstifhamun təqrir ləhum liənnəhum bihi muqirrun. Məsələnin yekunu bir cümlə ilə. İmam Sənəni buyurur ki, istifham bu sualdır. Bütün bu ayətlərdə ancaq sual verilir. Təqrir ləhum, çünki onlar bunu təsdiq edir. Liənnəhum bihi muqirrun. Onlar buna inanırdılar. Onlar buna inanırdılar ki, Allah və Rəsullar onlara sual verirdilər. Demirdilər, inan. Deyirdilər ki, inanmırsanmı? Belə deyilmi? Şək mi var? Başqa yaradan mı var? Niyə? Çünki onlar buna inanırdılar. وبهذا تعرف أن المشركين لم يتخذوا الأصنام والأوثان ولم يعبدوها ولم يتخذوا المسيح وأمه ولم يتخذوا الملائكة شركاء لله تعالى لأنهم أشركوهم في خلق السماوات والأرض وفي خلق أنفسهم بل اتخذوهم لأنهم يقربونهم إلى الله زلفى كما قالوه. Və bundan da sən bilmiş olursan ki, bütün müşriklər, hansı ki bütlərə ibadət edirdilər, Məsihə ibadət edirdilər, yəni İsa aleyhissalama, anasına ibadət edirdilər, Məryəm aleyhissalama, mələklərə ibadət edirdilər. Ona görə ki, yox, müşriklər onların həm ona ibadət etdiklərinin Allahla bərabər xaliq olmaqlarına inanaraq edirdilər. Yox. Və yaxud da müşriklər bu ibadət etdiklərinə, salihlərə, peyğəmbərlərə, mələklərə ona görə ibadət etmirdilər ki, müşriklər deyirdilər ki, onlar bizi xəlq edib. Buna görə ibadət etmirdilər. Bəl, ittəxazuhum, onları ona görə ilah etdilər ki, liənnəhum yuqarribunahum ilallahi zulfə. Deyirdilər ki, bunlar Allahla bizim aramızda vasitəçilərdir. Bizi Allaha yaxınlaşdıran kəslərdir. Ona görə ibadət edirdilər. Onların yaradan, xaliq, raziq olmalarına inanmırdılar. Ne də ki, bunu özləri deyirdilər.
Fəhum muqirruna billahi ta'ala fi nəfsi kəlimati küfrihim. Həmən müşriklər küfr hallarında ola həmən bu kəlmələrlə bunu təsdiq edirdilər. Və ennəhum şüfə'u indəllah. Deyirlər ki, bunlar Allahla bizim aramızda olan şəfaətçilərdir. Qalə Teala, Allah Azze ve Celle deyir, Qul əttunəbbi'unəllaha bimə la ya'ləmu fis-səmavati vəl-ard. Onlara de ki, siz Allaha səmalarda və yerdə olmayan bir şeyi xəbər mi verirsiniz? Yəni Allah belə bir şey deməyib, belə bir şey mi xəbər verirsiniz? Və la fil-ard. Və yerdə də bu olmur. Yəni bu şey olmayan şeyi Allah siz mi xəbər verirsiniz? Subhanahu və Teala amma yüşrikun. Yəni müşriklərin əqidələri ki var idi. Bunlar mələklər, peyğəmbərlər çağırdıqları Lat, Mənat, Uzza Allahla bizim aramızda şəfaətçilər də etiqadı ilə onlara ibadət edirdilər. Allah da deyir ki, Allah bu barədə səmalarda, yerdə bir xəbər verməyib. Siz bunu mu Allah xəbər verirsiniz? Yəni mən belə bir şey deməmişəm. Mənim belə bir vasitəçilərim, şəfaətçilərim yoxdur. Sonra Allah Azze ve Celle deyir ki, Subhanahu ve Teala amma yüşrikun. Allah onların bu etdikləri şirklərindən nöqsansızdır və uzadır. Deməli, onların bu vəsilələrini Allah Subhanahu ve Teala nə adlandırır? Şirk adlandırır. Onların bu əməllərini, inanclarını şirk adlandırır. Yunus surəsinin 18-ci ayətində. فَجَعَلَ اللّٰهُ تَعَالَى اِتِّخَاذُهُمْ لِلشُّفَعَى şirkən. Allah onların, müşriklərin bu şəkildə şəfaətçilər etməklərini şirk adlandırır. وَنَزَّهَ نَفْسَهُ عَنْهُ və özünü ondan tənzih edir. Allah deyir ki, yəni mən bundan uzağam. Mən belə bir şey deməmişəm. Mən belə bir şəfaətçilər vəsilə edilən kəslər etməmişəm. لِأَنَّهُ لَا يَشْفَعْ عِنْدَهُ أَحَدٌ إِلَّا بِإِذْنِهِ. Çünki onun yanında yalnız izni olan kəs şəfaət edə bilər. فَكَيْفَ يُثْبِتُونَ شُفَعَى لَهُمْ لَمْ يَأْذَنَ اللّٰهُ لَهُمْ فِي الشَّفَاعَةِ. Və bunlar necə Allah barəsində şəfaətçilər olduğunu təsdiq edə bilərlər ki, heç Allah belə bir şeyə izin verməmişdir. وَلَا هُمْ أَحْلُ لَهَا وَلَا يُغْنُونَ عَنْهُمْ مِنَ اللّٰهِ شَيْئًا. Onlar bu şəfaətin nə əhlidirlər, nə vasitəçilərdirlər, nə də heç Allah qatında bunun onlara heç bir faydası yoxdur. Yəni buna inansalar da ki, bunlar bizim şəfaətçilərimizdir, bunun onlara Allah qatında heç bir faydası yoxdur. Yəni onların bu şirk əməllərinin. Bu üçüncü əsl idi. Əl-Asl-ı Səlis, üçüncü əsl tövhid iki qism idi. Rububiyyət, iluhiyyət, müşriklərin şirki iluhiyyət tövhidində idi. Peyğəmbərlər də bunu anladı, bunu inkar edib, bunun batıl olmasını müşrik qövmlərə anlatmaq üçün göndərirdilər. Birinci tövhidi öyrədib ona dəvət etmək üçün yox. Nə üçün? Çünki müşriklər bu iki qism tövhidin birincisinə nə edirdilər? İman edirdilər və bunu ayətlər bu 3-cü əsrin içərisində zikr etdiyimiz ayətlər apaçıq göstərir. Bu kitabın deməli 3-cü əsli idi. Qısa şəkildə özət etsəm, birinci əsl kitab barəsində idi ki, yəni Allahın kitabında olan hər şey haqdır. Və buna inanmadan insan müsəlman ola bilməz və bu qəti bir məsələdir. İkinci əsl Rəsulların, nəbilərin birincisindən sonuncusuna qədər dəvət etdiyi şey nə idi? La ilahe illallah və onun mənası və onun mənasını təhqiq etmək idi. Üçüncü əsl tövhid iki qismdir. Rububiyyət və ruhiyyət tövhidi. Müşrik qövmlər tövhidin birincisində müşrik deyildilər. İbadət tövhidində müşrik idilər. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illa ente estağfiruke və etûbü ileyk.